Salam əziz şəhərcilər, mən Malik Abbasov, Birlik Təhsil Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın. Bugün deməli OTK 3-cü blok 10 may 2026-cı il sınağının izahını verəcəm və real dərslərimiz üçün Birlik Təhsil Mərkəzinə müraciət edə bilərsiniz. Həmçinin onlayn dərslərimiz də var. Onlayn dərslər üçün 070 307 07 71 nömrəsinə yaza bilərsiniz. Real dərslərimiz isə Birlik Təhsil Mərkəzində olur, Birlik kursunda olur. Həmçinin müraciət edə bilərsiniz və onlayn dərslər üçün isə nömrəmizi qeyd elədik. Və daimi dərslərimizdən faydalanmaq üçün kanala abunə olun, kanalı paylaşın. Kanalımızda tədris ili ərzində, növbəti tədris ili ərzində də həm Azərbaycan dilinin, həm digər fənlərdən, tarix fənnindən və digər fənlərdən dərslərimiz olacaq. Bizi izləyin, inşallah ki, faydası olacaq. Başlayaq suala. Deməli, ilk sualı nə deyir? Hansı cümlədəki fərqləndirilmiş söz digərləri ilə eyni köklü deyil? Deməli, eyni köklü olmamalıdır. Bağçada, deməli, sözünün kökü bağ. Bağçada. Bir baxaq. Bağdakı, bağçıçı, bağlı, deməli, burada doğru cavabımız olacaq D variantı. Niyə D variantı olacaq doğru cavab? Çünki burada A, B, C və E variantındakı sözlərin hamısının kökü bağ sözüdür. Amma hansı bağ? Meyvə bağıdır. Amma deməli, D variantındakı bağlı sözün kökü bağ ip mənasındadır. İp mənasında. Deməli, bu bağ ip, yəni ip mənasında olan bağla meyvə bağı eyni köklü ola bilməz. Deməli, birinci suala doğru cavabımız oldu D variantı. Keçək ikinci sualımıza. İkinci suala deyir ki, ütünü şəbəkədən çıxardı, hər gün müəssisədən eyni vaxtdan çıxardı. Deməli, burada yanlış fikir lazımdır və çıxardı sözlərinə bağlı yanlış fikir tapmalıyıq. Bir də deyir ki, düzəltmə feildir. Düzəltmə feil. Bəli, buradakı çıxardı sözü düzəltmə feil olacaq. Çıx sözün kökü olacaq. R şəkilçisini leksik götürəcək və D-ni qrammatik götürəcək. Bu birisində hər cümləsindən eyni vaxtda çıxardı. Burada isə çıx sözün kökü R qrammatik, D idi hissəci götürəcək. Niyə bunu bu cür təhlil elədik? Bununla bağlı Malik Abbasov kanalında feil bölməsində video izahım var. Orada baxa bilərsiniz. Deməli, bir doğru fikir oldu. Bizdən isə yanlış fikri istəyir. Deməli, ikiyə baxaq. Kömək sözlə işlənmişdir. Köməkçi sözlə. Köməkçi söz burada xeyr, köməkçi sözlə işlənməyibdir. Deməli, ki getdi. Sonra xəbər şəklindədir. Bəli, burada D zaman şəkilçisi var. Burada isə R zaman şəkilçisidir. Deməli, xəbər şəklində olacaq. 3-də doğru fikir olacaq. Leksik şəkilçilidir. Deməli, gördüyünüz kimi bu çıxardı sözü, şəbəkədən çıxardı sözü leksik şəkilçili oldu. Amma bu birisi deməli, digər bax bu hissədə olan çıxardı söz isə leksik şəkilçili olmadı. Deməli, 4 getdi. Şudi keçmiş zamandadır. Burada baxırıq ki, D nə oldu? İdi hissəci oldu. Deməli, şudi keçmiş zamanda deyil. 5-də səhv fikirdir. Təsvirlənən feildir. Bəli, hər ikisi təsvirlənən feildir. Çıxardı və hər ikisində çıxardı sözü. Sadəcə birində düzəltmə sözü oldu, birində sadə söz oldu. Hər ikisi təsvirlənən feil oldu. Amma ki, deməli, 6 mərkəzdə yazılsaydı, Venn diaqramının mərkəz hissəsində yazılsaydı, deməli, doğru fikir olardı. Amma mərkəz hissəsində yazılmaq üçün, deməli, səhv fikir götürəcək. Deməli, bizə nə lazımdır? Səhv fikirlər isə üstə xətt çəkdiklərimdir. Deməli, 2, 4, 5, 6 B variantı. İkinci suala deməli, doğru cavabımız oldu B variantı. Üçüncü suala keçək. Nəqli cümləni müəyyən edin. Bu kitabları oxumaq faydalıdır. Deməli, biz bilirik ki, cümlənin məqsəd və intensiya görə 4 növü var. Nəqli cümlə, əmr cümləsi, sual cümləsi və nida cümləsi. Sual cümləsində nida cümləsini tapmaq rahatdır. Niyə? Çünki asan yolu nədir? Gördünüz, sual şərəsi varsa sual cümləsidir, nida şərəsi də varsa nida cümləsidir. Sual şərəsi varsa sual cümləsi, nida şərəsi varsa nida cümləsi. Amma cümlənin sonunda nöqtə varsa, deməli, nöqtə varsa bu ya nəqlidir, ya da ki, əmr cümləsi var. Asanca yolu. İndi biz də baxırıq ki, A variantında nöqtə var. Deməli, bu ya əmr cümləsi olacaq, ya da ki, nida cümləsi, üzr istəyirəm, əmr cümləsi ya da nəqli cümlə olacaq. Bu kitabları oxumaq faydalıdır. Bəs bunları bir-birinə necə fərqləndirəcəyik biz? Məsələn, nöqtə varsa nəqlidirmi, yoxsa əmr cümləsidirmi? Bu zaman biz nəyə fikir verməliyik? Nöqtə varsa və cümlədə feilə fikir verməliyik. Feil əmr şəklindədirsə, əmr cümləsi olacaq. Yox, əmr şəklində deyilsə, başqa hər hansısa bir şəkildədirsə və yaxud da ismi xəbərli cümlədirsə, deməli o nəqli cümlə olacaq. Bu kitabları oxumaq faydalıdır. Necədir? Faydalıdır. Deməli, bu nə oldu? İsmi xəbərli. İsmi xəbər. Yəni, feil olmadı. Feil olmazsa, deməli, bu əmr cümləsi ola bilməz. Çünki əmr cümləsinin feili əmr şəklində olacaq.
Burada isə heç ümumiyyətlə feil olmadı, ismi xəbər oldu. Deməli, doğru cavabımız A variantı olacaq. Üçüncü sualda doğru cavab A variantı. Digər variantlara laf baxaq. Məsələn, qulaq asın, burada əmr şəklindədir. Deməli, əmr cümləsi olacaq. Ələsəl elmə olma nabələd. Nabələd olma. Əslində bu belədir, nabələd olma. Belə bu formada olmalıdır. Sadəcə inverse hadisəsi baş veribdir. Bu formada xəbər götürəcək və əmr şəklində olduğuna görə bu da getdi. Çünki əmr cümləsi olacaq. Çağır gəlsin, gəlsin. Sözü xəbərdir və əmr şəklindədir. Deməli, əmr cümləsidir. Həmzə, incitmə qıratı, incitmə sözü əmr şəklindədir. Deməli, əmr cümləsidir. Bir sözlə, üçüncü sualda doğru cavabımız oldu A variantı. Dördüncü suala baxaq. Deməli, dördüncü sualda nədir? Fərqləndirilmiş hissə mürəkkəb addır. Bu birisində deyir, fərqləndirilmiş hissə mürəkkəb ad deyil. Bakının küçələri, burada ümumiyyətlə Bakının küçələri mürəkkəb ad olmadı, getdi. 1 getdi. Heyran xanım burada mürəkkəb addır, 2 qalır. 3 Xəzər sahili. Xəzər sahili yox, Xəzər dənizi olsa mürəkkəb ad olardı. Deməli, bu da mürəkkəb ad deyil. Bu birisi qrafada bizə nə lazımdır? Mürəkkəb ad olmayan. Mirzə Fətəli Axundzadə da mürəkkəb addır, 4 getdi. Seyid Şahın dostları. Deməli, bu da mürəkkəb ad deyil. Bunu qalacaq. Sinqapur Helix körpüsü. Helix körpüsü burada mürəkkəb addır, bu da getdi. Deməli, burada mürəkkəb, birinci qrafada biz mürəkkəb ad olanları tapdıq, ikinci qrafada mürəkkəb ad olmayanları götürürük. Deməli, birinci qrafada mürəkkəb ad olan 2 oldu, 5-ci qrafada digər qrafada mürəkkəb ad olmayan 5 oldu. Deməli, 2, 5 cavabımız oldu C variantı. Deməli, 4-cü suala doğru cavab C variantı oldu. Keçək 5-ci suala. Klasterin boşalan hissəsinə hansı fikir yazılmalıdır? Baxaq görək. Ağamalının nə nitqi qurmuşdu, nə də dili ağzı bağlanmışdı. Qadının dili tutuldu, gözləri yaşardı, dodağı titrədi. Otlar saralmış, çiçəklər solmuş, türlər çırpaqlaşmışdı. Burada hadisələr eyni zamanda baş verir. Varianta baxaq görək. Eyni zamanda baş vermək, yəni zaman ilə gəlib tabi etmək cümlə hansı variantdadır? Bir hadisənin səbəbi bu A getdi, səbəbdir. Biri digərini aydınlaşdırır, yox, xeyr, aydınlaşdırma deyil. İki işdən birinin mümkünlüyü, xeyr, bu da deyil. Hadisələr eyni zamanda, bəli. Deməli, bu hissəyə, qrafın bu hissəsinə hadisələr eyni zamanda baş verir cavab yazılmalıdır. Yəni doğru cavab D variantı olacaq. Çünki həqiqətən hadisələr eyni zamanda baş verir. Keçək növbəti suala 6-cı sual. Rayonda olanda, Cəbrayılda yaşayanda hələ 7 yaşım vardı. Cümləsində altına xətt çəkilmiş hissə əsasında doğru fikir müəyyən edin. Doğru fikir lazımdır bizə. Deməli, A variantına baxaq. Fe'li birləşmə ilə ifadə olunan cümlə özünün əlavəsidir. Var idi xəbər. Nə? Deməli, hələ 7 yaşım var idi. Nə yaşım, nə zaman vardı? Rayonda, olanda, Cəbrayılda yaşayanda. Deməli, burada zərfliyi oldu və Cəbrayılda yaşayanda zərfliyin əlavəsidir. Amma heç bizdən burada əlavə soruşmur. Sadəcə soruşur, cümlə özünün əlavəsi söhbəti var burada. Deməli, rayonda olanda da biz bunu nə götürəcəyik? Fe'li birləşmə götürəcəyik. Ola bilsin deyə bilərsiniz ki, yaxın müəllim, burada olmaq sözü var, ol sözü var. Niyə bunu fe'li birləşmə götürürsünüz? Fe'li bağlamadaq mı sadəcə? Fe'li bağlama tərkibi deyil. Yadınızda saxlayın. Olmaq sözü, yaşamaq mənası, bu hissəni silim. Olmaq sözü yaşamaq mənasında işlənirsə, onda müstəqil söz götürülür. Deməli, biz burada olanda sözünü müstəqil söz götürəcəyik və rayonda sözündə müstəqil söz götürəcəyik. İki müstəqil söz birləşəndə bəs nə olacaq? Deməli, birləşmə olacaq. Yəni, fe'li birləşmə. Deməli, 6-cı sualda doğru cavabımız olacaq A variantı. 7-ci sualda 60 yaşlarında olan qadın damarları görünən əllə kağız parçasını mənə uzatdı. Nə etdi, uzatdı? Kim? Kim uzadıbdı? Qadın. Hansı qadın? 60 yaşlarında olan təyin nəyi uzatdı? Kağız parçasını. Bu da tamamlıq. Kimə? Mənə. Deməli, nə ilə? Əli ilə. Tamamlıq. Hansı əli? Damarları görünən əli. Deməli, cavabımız təyin mübtədə, təyin, tamamlıq, xəbər. Deməli, 3 dənə də tamamlıq oldu ardıcıl. Əli ilə tamamlıq, kağız parçası tamamlıq, mənə tamamlıq. Təyin mübtədə, təyin, tamamlıq hardadır? Təyin, mübtədə, təyin, tamamlıq, xəbər. Doğru cavabımız deməli 7-ci sualda olacaq D variantı. 8-ci suala baxaq. Hansı cümlədə əvəzlikdən sonra verginin işlənməsi doğru deyil? Doğru olmayan lazımdır bizə. Bu məni heç, burada buradan sonra əvəzlik gəldiyiniz üçün vergili olmayacaq. O döyüş meydanı, burada deməli vergili olacaq. O sənlik işləyir, burada da vergili olacaq. O məhz, burada ədat gəlib, ona görə vergili olmayacaq. Deməli, 5-də burada ədat gəlibdir. Bu sözdən sonra yalnız ədat gəlib, burada da deməli vergili olmayacaq. Deməli, bizə nə lazımdır? Doğru olmayanlar lazımdır, vergi işarəsi səhv işlənənlər lazım idi. O da 1-də olmadı, 4, 5. 1, 4, 5. 1, 4, 5-də C variantından. Deməli, doğru cavabımız olacaq C variantı. Keçək 9-cu suala.
Hansı bənddə cümlələrdəki bağlayıcılar bir-birini əvəz edə bilər? Yenə variantlara göz gəzdirək. Burada ya ilə həm olmaz. Biri bölüşdürmə, biri iştirakdır. Arası tələsir. Keçdi. Bu getdi. 5-ə baxaq. Zaman keçdikcə Finikiya dili və əlifbası unudulurdu. Burada və sözünü ilə əvəz eləmək olar. Finikiya dili ilə əlifbası unudulurdu. Muradla Vüqar 6-cı sinifdə oxuyurdular. Vüqar və Murad. Murad və Vüqar. Burada landa və ilə əvəz eləmək olar. Deməli, bizdən testdə nəyə soruşurdu? Deyək ki, hansı bənddə cümlələrdəki bağlayıcılar bir-birini əvəz edə bilər? Əvəz edə bilər. 5-də əvəz eləyə bildi. Deməli, vəni ilə əvəz elədik və lanı da və ilə əvəz eləyə bildik. Deməli, 5-də hansı variantdadır? E variantında. Deməli, 9-cu suala doğru cavabımız E variantı oldu. 10-cu sual. Fərqləndirilmiş sözlərdən biri A dərəcədə olan sifətdir. A dərəcədə olan sifət. A variantına baxaq. Onun açıq-aşkar danışığı mənim xoşuma gəldi. Elə doğru cavabımız A variantı olacaq. Niyə? Çünki açıq-aşkar sözü biz bilirik ki, A dərəcədə olan sifətdir. Biz də yazaq. Açıq-aşkar sözü A dərəcədə olan sifətdir. Bunu biz dərslərimizdə deyirik. Və dedik. Deməli, bəs niyə A dərəcədə olan sifətdir? Siz ola bilsin bu danışıq sözü çaşdıra bilər. Danışıq sözünü siz feil götürə bilərsiniz, amma o cür yanaşmaq səhvdir. Çünki burada danışıq sözü isim kimi işlənib, yəni isimdir, feil deyil. Danışmaq olsaydı həmsəsinin açıq-aşkar danışmaq, onda açıq-aşkar sözünü biz zərf götürəcəkdik. Amma burada danışıq nə sualını veririk buna, nə sualını verə bilirik? Danışığı nəyi? İndi cümlədə nəyə sualını veririk, amma burada şəkilçisini götürəndə deməli nə sualını vermiş olduq. Deməli, 10 sualda doğru cavabımız A variantı olacaq. B variantına baxaq. Bir təhər danışırdı. Burada ümumiyyətcə bir təhər söz zərf olacaq. Getdi. Yalan danışdığı açıq-aşkar görünürdü. Bax, feil gəlibdi. Ona görə də deməli zərf olacaq. Alaseyrək saçları üzünə dağılmışdı. Burada alaseyrək sözü deməli sifətdir, amma ki A dərəcədə deyil. Deməli, ona görə D variantı getdi. Aldığı açıq qırmızı. Burada açıq qırmızı deməli azaltma dərəcəsində, ona görə E variantı da getdi. 10-cu sualda doğru cavabımız olacaq A variantı. 11-ci suala baxaq. Hər iki fikrin aid olduğu cümləni müəyyən edin. Ümumi şəxsli cümlədir, xəbəri üçüncü şəxsin cəmindədir. Baxaq variantlara. Qırmızı işıqda yolu keçməzlər. Bu deməli bir atalar sözüdür, amma deməli bu müasir atalar sözü deyək buna. İşıqforun yarandığından sonra baş verən bir atalar sözü, deyilmiş bir atalar sözdür. Təbii ki, qədim dövrlərdə işıqforu yox idi. Deməli, qırmızı işıqda yolu keçməzlər. Xəbər baxırıq ki, üçün cəmindədir. Və fikir də ümumi hamiyə aiddir. Deməli, ümumi şəxsli cümlə olacaq. O birisi variantlara baxaq. Adamı dindir, sonra qiymətini ver. Deməli, baxırıq ki, burada xəbər üçün şəxsin cəmdə deyil. Deməli, şərti ödənmir. Ekskursiya gedənlər bir çox yerlər gəzdilər. Nə etdilər? Gəzdilər kim? Ekskursiya gedənlər. Deməli, burada mübtəda var. Bu da getdi. Çünki mübtəda varsa, bu ümumi şəxsli cümlə ola bilməz. Müəyyən şəxsli cümlə olacaq. Nə etdilər? Məcbur elədilər. Bu işi görməyə. Kim? Onlar. Deməli, bu da deməli ümumi şəxsli olmayacaq. Çünki fikir onlara aiddir, qeyri-müəyyən şəxsdir. Qeyri-müəyyən şəxsli cümlədir. Ata-analar bala uğrunda can qoyarlar. Nə edərlər? Can qoyarlar. Kim? Ata-analar. Burada da mübtəda var. Deməli, mübtəda varsa müəyyən şəxsli cümlə olacaq. Deməli, 11-ci suala doğru cavabımız oldu A variantı. Keçək neçənci suala? 12-ci suala. Yazı ilə bağlı fikirlərdən biri səhvdir. Səhv. A variantı 3 tipi var. Xeyr, 3 tipi yoxdur. Deməli, bizə nə lazımdır? Səhv lazımdır. Səhv lazım olduğu üçün də A variantı götürəcək. Yazının deməli hansı növləri var? Əşyavi yazı var, sonra şəkli yazı var, fikri yazı var və hərfi yazı var. Yazının 3 yox, 4 növü olur. Deməli, 12-ci sualda doğru cavab A variantı olacaq. Ən mükəmməl və çevik yazı forması fonoqrafik yazıdır. Bəli, bu düzdür. Cavab amma bizə lazım deyil, bizə səhv cavab lazımdır. O da A variantıdır. İnsanların ilk yazılı əlaqəsi əşya vasitəsilə, bəli, düzdür. Əşya vasitəsilə olmuşdur və əşyavi yazı onun əsasında yaranmışdır. Səsli dilin norma ilə qavrayışını təmin edən şərt işarələr sistemi təbii ki. Deməli, doğru fikirdir. Ünsiyyət vasitəsidir. Bu ola bilsin, sizi çaşdırmış ola bilər. Düşünərsiniz ki, dil ünsiyyət vasitəsidir, amma təkcə dil yox, yazıda ünsiyyət vasitəsidir. Çünki belə deyək də, indiki müasir dövrlə deyək, müasir dillə deyək, WhatsApp-da bir-birinizdən yazışırsınız və yaxud da hansısa bir sosial şəbəkədə yazışırsınız. Ünsiyyət qurmusunuz orada. Ünsiyyətdir də o da, əlaqə qurmaqda ünsiyyət yaratmış olursunuz da. Yəni təkcə dillə yox, həmçinin yazı vasitəsindən də deməli ünsiyyət qurmuş olursunuz. Deməli, E variantında atdıq, getdi, yəni elə doğru fikir idi. Biz amma səhv fikir lazım idi. 12-də də səhv fikir oldu A variantı. 13-ə baxaq. Hansı bənddə müəyyən gəlik halda olan söz mənfi şəkilçili sözlə işlənməyibdir? Baxaq görək. Yəni demək istəyir ki, gəlikdən sonra nə gəlir? Zaten gəlik olanda mənfibət olur, düzdürmü? Yəni deyir ki, gəlik hal olsun, amma mənfibət olmasın.
İpəyin istehsalı yiyəlik mənsibəti var, A getdi. Pəncərənin şüşəsi yiyəlik mənsibəti var, B də getdi. Şəhərin küçələri yiyəlik mənsibəti var, getdi. Qırmızı qaş bu üzüyündür. Üzüyün. Burada yiyəlikdir, düzdürmü? Yiyəlik var, mənsibət varmı? Xeyr, yoxdur. Deməli 13-də doğru cavabımız olacaq D variantı. Bitirmə açıq edən məktəbin direktoru. Burada da yiyəlik və mənsibət var, E variantda getdi. Deməli 14-cü suala baxaq. Feili birləşmə işlənən cümləni müəyyən etdin. Mövzunu izah edəndə maraqlı, mövzunu izah edəndə daha anlaşıqlı olur. Deməli, elə doğru cavabımız A variantı olacaq. Niyə? Mövzunu izah edəndə. Mövzunu izah edəndə deməli feili birləşmədir. İzah edəndə bir söz, mövzuna bir söz. İki sözdə birləşəndə nə olur? Təbii ki, söz birləşməsi olur, yəni feili birləşmə olur. 14-cü sualda doğru cavabımız olacaq A variantı. Bax, məsələn, B variantda şair olmayan bu bir sözdür. Getdi. Yəni söz birləşməsi olması üçün ən az nə lazımdır? 2 söz olmalıdır, 2 söz. Burada amma bir sözdür. Kömək edəndə bir sözdür, getdi. Yəni söz birləşməsi olmadı. İnkişaf etmək bir sözdür, olmaz. Yəni olmaq etmək olanda biz onu bir söz götürürük və onda da söz birləşməsi olmur. Çünki söz birləşməsi 2 sözdən ibarət olmalıdır. Bizim həyatımız sənin qərarından asılı. Burada da ümumiyyətcə feili birləşməyə aid görün nəsə varmı? Yəni məsdər, feili, sifət, feili bağlama şəkilçisini görürsünüzmü? Xeyr, yoxdur. Bu ümumiyyətcə olmayacaq. Deməli 14-cü sualda doğru cavabımız oldu A variantı. 15-ə baxırıq. Cümlələrdən birində fərqləndirilmiş söz hərəkətin zamanını bildirir. Son hadisələr barəsində xeyli danışdıq. Gecəni şəhəri yaxşıdır. Məni səhər idarəyə çağırıblar. Nə zaman səhər çağırıblar? Nə zaman səhər çağırıblar? Deməli, zaman zərfi təbii ki, nə ilə əlaqəyə girməlidir? Feillə əlaqəyə girməlidir. Və deməli 15-ci sualda doğru cavabımız olacaq C variantı. 16-cı sual. Hansı cümlədə buraxılmış durğu işarələri aşağıdakı ardıcıllığa uyğundur? Vaxta baxıram, biraz görən vaxt çoxdur. İstəyirəm sürətli izah verəm. Çox vaxtınızı almayayım. Deməli varianta baxaq. Paltarını geyinib mən gec dönəcəyim dedi. Gəlsəm də sabah gələcəyəm. Elə cavab B variantı olacaq. Niyə? Deməli, burada dırnaq açırıq biz. Yox, bizə üzrü sayın. Burada yox, bizə. Deməli, burada qoşu nöqtə. Dırnaq açırıq. Mən gec dönəcəyim. Vergül, tire, vergül, yenə tire. Gəlsəm də sabah gələcəyim, dırnağı bağlayırıq. Deməli, gördüyünüz kimi sxemi qurduq və doğru cavabımız 16-cı sualda oldu B variantı. Da digər variantlara baxmıram, çünki baxıram ki, vaxt artıq çox gedib. Planlaşdırdım ki, bir 20-25 dəqiqə sınağı izah edeyim, amma baxıram artıq 21 dəqiqəni keçibdir. Cümlədə fərqləndirilmiş ifadələr əsasında müqayisə cədvəlindəki doğru fikirləri müəyyən edin. Burada doğru fikirlər deyir. Deməli, sözün düzü biri budur, bir də deyəsəndir. Deməli, deyir, təsdiq bildirir. Bəli, təsdiq bildirir. Sözün düzü təsdiq bildirən modal sözdür. Üzr istəyirəm, ara sözdür. Deyəsəndə həm modal söz deyə bilərik, həm də ara söz deyə bilərik, hər ikisini deyə bilərik. Amma sözün düzü modal söz ola bilmir, ara söz olur. Və təsdiq bildirir. Söz birləşməsi şəklindədir. Söz birləşməsi şəklindədir. Bəli, sözün düzü söz birləşməsi şəklindədir. Deməli ki, də doğru fikirdir. Sabah vergül işarəsi ilə ayrılır. Vergül işarəsi ilə ayrılmaq, bəli, doğru fikirdir. Amma bu hər ikisinə aid olmalıdır. Yəni burada yazılmalıydı ki, biz bunu doğru götürək. Ona görə getdi. Amonimlik yaradır. Xeyr, deyəsən amonimlik yaratmır. 4 getdi. Güman şübhə bildirir. Deməli, bu da şeyə aiddir. Deyəsən aiddir. Sözün düzünə aid olmur. Deməli, səhv götürəcək. Danışan ifadə elədiyi fikrə münasibət bildirir. Bəli, hər ikisi danışan ifadə elədiyi fikrə münasibət bildirir. Bax, çərçivənin bu hissəsində hər ikisinə aid olanlar yazılmalıydı. Deməli, nəyi tapdıq? Cavab 1, 2, 6. 1, 2, 6. Bu da E variantı. 17-ci sualda doğru cavabımız oldu E variantı. 18-ci sualda cümlənin aid olduğu üslubun xüsusiyyətləri sırasında verilə bilməz deyir. Xalqın vahidliyi. Deməli, burada bu mətn rəsmi işdə, yəni bu hissə, bu verilən bir parça deyək, rəsmi işlər üslubda olan bir mətn parçasıdır. İndi variantlara baxaq. İnformasiya müəyyən standart formada və yığılmış şəkildə olur. Deməli, A variantı doğrudur. Getdi. Bizə səhv fikir lazımdır. Bu üslubda işlədilən cümlələrdə feillər adətən əmr, bəli, bu da doğru fikirdir. Mürəkkəb cümlə tiplərindən istifadə olunur. Xeyr, mürəkkəb cümlə tipləri aiddir elmi üsluba. Elmi üsluba aiddir. Bizdən də səhv istəyir. Səhv də deməli 18-ci sualda doğru cavabımız oldu C variantı. D ilə nəyə də baxaq? Lüğət tərkibi yığcam olur. Düzdür. Fərdi nitqin üsulları işlənir. Bəli, işlənir. Məsələn, fərdi nitqin üsulları bədii üslubda olar, elmidə olar, publistikdə olar, amma rəsmiyə aid deyil. Və bu da işlədilmir deyir. İşlədilir desə, deməli, E variantı səhv cavab olardı. Sayıqlanan sözünün, deməli, bunun tələffüzünü yazaq.
sayıqlayan. Deməli, qarşılığı olmayan samitlərin sayı ilə qapalı saitlərin sayı eynidir. Qarşılığı olmayan samitlər. Qarşılığı olmayan samitlər hansılardır? N ilə L-dır. Bunların qarşılığı yoxdur. Deyir ki, qapalı saitlər. Qapalı saitlərdə I saitlərdir və deməli bir doğru fikir. Amma bizə nə lazımdır? Yanlış fikir lazımdır. Ona görə 1-ə atırıq. Deməli, 2-də X səsinin cingidili qarşılığı işlənmişdir. X səsinin qarşılığı yox, elə özü işlənilibdir. Deməli, 2-ni götürəcəyik, çünki 2 səhv fikirdir. Bizə səhv fikir lazımdır. Kar və cingidili samit cütlüyü işlənmişdir. Xeyr, samit cütlüyü yoxdur. Samit cütlüyü bilsizdə deyək ki, P varsa onun qarşılığı B. Yəni bir dənə kar samit varsa onun qarşılığı işlənəndə ona samit cütlüyü deyilir. Və yaxud da bir cingidili samit işlənibdir və onun da qarşılığı işlənibdir. Deməli olacaq samit cütlüyü. Burada da elə bir şey yoxdur. 2, 3. Açıq saitlərin sayı ilə qarşılığı olan samitlərin sayı eyni deyil. Baxaq görək. Açıq saitlərin sayı ilə qarşılığı olur. Qarşılığı olanlar hansılardır? S, Y, X və Y. 4 dənə. Burada cəmi 4 dənə sait var. A və I saitidir. Bizdə nə deyir? Nə istəyir bizdən? Açıq sait deyir. Aha. Açıq saitlərdə bu A saitlərdir. 4 dənə samit var. 2 dənə də açıq sait var. Deməli, sayı eyni deyil. Bəli, eyni deyil. Düzdür. Yalnız bir qalın qapalı doluqlanmaya sayı işlənmişdir. 1 yox. 2 yazsa doğru olardı. Deməli, cavabımız 2, 3, 5 D variantı. Deməli, 19-cu suala doğru cavabımız oldu D. Keçək 20-ci suala. Nümunələrdəki fərqləndirilmiş hissələr əsasında Eyler-Verin diaqramına uyğun olmayan fikirləri müəyyənləşdirin. Uyğun olmayan fikir istəyir. Gözəl dünya, gözəllərim var olsun, ay həzrət. Deməli, gözəl dünyanın ay həzrəti soruşur bizdən. Uyğun olmayan fikir olsun. İsmi birləşmə ilə ifadə olunmuşdu. İsmi birləşmənin. Gözəl dünya. Bəli, ismi birləşmənin deməli ifadə olunubdur. Və bizdən nə istəyir burada? Uyğun olmayan fikir istəyir. Deməli, birdə deyir ki, ismi birləşmənin ifadə olunubdur. Bəli, ismi birləşmənin ifadə olunub. Amma bizə nə lazımdır? Uyğun olmayan fikir lazımdır. Deməli, biri atırıq. Müraciət bildirir. Müraciət bildirmək hər ikisinə aiddir. Gözəl dünya və ay həzrəti hər ikisinə aiddir. Deməli, ortada yazılsaydı doğru fikir olardı. Amma bu hissədə yazılıb deyə artıq biz onu nə götürürük? Yanlış fikir kimi götürürük. Uyğun olmayan fikir kimi götürürük. Sonra müstəqil qismına malik sözlərlə ifadə olunmuşdu. Bunu da biz deməli yanlış fikir kimi götürəcəyik. Niyə? Çünki ay həzrətdə burada ay müstəqil eksimənəyə malik olan söz deyil. Çünki köməkçi hissəsidir. Sonra 4. Sintaks cəhətdən başqa sözlərlə əlaqələnmir. Deməli, 4 doğru fikirdir. Bizə lazım deyil. Doğru fikir, uyğun olmayan fikir lazım. Sintaktik təhlil edilmir. Deməli, 5-i də biz səhv fikir kimi götürürük. Bunu dairəyə almaq, səhvləri dairəyə almışam. Cümlə üzvü deyil. Cümlə üzvü deyil. Bəli, hər ikisi cümlə üzvü olmur. Həm ay həzrət, həm də gözəl dünya cümlə üzvü olmur. Amma bu 6 burada yazılsaydı doğru fikir olardı. Amma burada yazıldığı üçün deməli səhv fikirdir. Deməli, burada doğru cavabımız olacaq. Nə? 2, 3, 5, 6. 2, 3, 5, 6. 2, 3, 5, 6. E variantı. Deməli, 20-ci sualda doğru cavabımız oldu. E variantı. 21-ci suala bax. Gözü kəlləsinə çıxmaq ifadəsi ilə bağlı yanlış fikir müəyyən edin. Yanlış fikir lazımdır bizə. Verilmiş formada cümlədə işlədilsə məsələ tərkibi hesab ediləcək. Xeyr, məsələ tərkibi ola bilməz. Niyə? Çünki frazoloji birləşmələr bir leksik vahiddir deyirik. Yəni bir söz deməkdir bir leksik vahid. Bir sözdən ibarət də məsələ tərkibi ola bilərmi? Yəni söz birləşməsi ola bilərmi? Xeyr, ola bilməz. Deməli, bizdən yanlış fikir istəyir. Deməli, ona görə də bir yanlış fikir oldu. Əgər göz kəlləsinə çıxmaq frazoloji birləşməsinin əvvəlinə hər hansısa bir söz artırsa, onda ona bir söz birləşməsi deyə bilərik. Niyə? Çünki göz kəlləsinə çıxmaq bir söz olacaq, əvvəlinə artırdığımız söz də bir söz olacaq və iki söz olduqda bu artıq nə olacaq? Söz birləşməsi olacaq. Amma bu göz kəlləsinə çıxmaq ifadəsi cəmi bir sözdür. Çünki qrammatikamız deyir ki, frazoloji birləşmələr bir leksik vahiddir. Bir leksik vahiddir deyirsə, deməli bu məsələ tərkibi ola bilməz. Bir belə deməli bir cavabını bizə lazım olan cavabdır. Yəni yanlış fikirdir. Biz də onu götürdük. Hər hansı cümlədə həqiqi mənada işlətmək olmaz. Bəli, işlətmək olmaz. Göz kəlləsinə çıxmağı mümkün deyil. Yəni gözünü çıxarıb kəlləsinə qoysa, hə, onda həqiqi mənada işlətmək olar. Amma belə mümkünsüz təbii ki, o da. Deməli 2 doğru fikirdir. 2-ni atdıq. Əsas tərəfi təslim mənfi ilə ifadə olunmuşdu. Bu da səhv fikirdir. Niyə səhv fikirdir? Çünki söz birləşməsi, deməli, üzr istəyirəm, söz birləşməsi yox. Göz kəlləsinə çıxmaq frazoloji birləşməsi var. Həmin bu birləşmə cəmi bir sözdür. Bir sözün də əsas asıl tərəfi deyə bir ifadə yoxdur. Əsas və asıl tərəf harda olur? Söz birləşmələrində olur. Yəni ismi və feili birləşmələrdə olur. Çünki ismi və feili birləşmələr ən azı 2 sözdən ibarət olur. Və orada isə birinci tərəf asıl tərəf olur.
İkinci tərəf isə əsas tərəf olur. Amma burada cəmi bir sözdür. Bir sözün nə əsas, nə asıl tərəfi olacaq ki? 1, 3, 1, 3. Tərcüməmə mənasında işlənir, bəli, doğru fikirdir. Elitə gəlmə ifadəsi yaxın düzdür. Deməli, doğru cavab nə qaldı? 1, 3, B variantı. 21-ci sualda doğru cavabımız oldu, B variantı. Hansı cümlələr qrammatik normanın pozulması say ilə bağlıdır? Say ilə bağlı olsun, özü də qrammatik normanın pozulması. Deməli, 22. Bir sıra evlər. Biz bilirik ki, bir sıra bir çox saylardan sonra gələn isimlər nə olmalıdır? Cəmdə olmalıdır. Deməli, burada səhvlik, yəni şərtə görə burada səhvlik yoxdur. A variantı getdi. Biraz getmişdik ki, burada biraz ümumiyyətcə zərfdir, bu da getdi. Təbiətdə baş verən bir çox hadisələr. Çünki dedik ki, bir sıra bir çox saylardan sonra gələn isimlər nə olur? Həmişə cəmdə olur. Deməli, 22-ci sualda doğru cavabımız olacaq C variantı. Keçdik növbətiyə. Tabelik əlaqəsində olan sözlərdən biri digərindən asılı olur. Bu asılılıq hansı şəkilçilərlə yarana bilməzdir. Deməli, xəbərli şəkilçisindən yarana bilər. Xəbərli şəkilçisindən hansı əlaqə olacaq? Uzlaşma. Sonra imkanla yarana bilməz, sayıcılarla yarana bilməz, mənsubiyyətlə də uzlaşma olur. Və hal şəkilçisi də olarsa, idarə əlaqəsi olacaq. Deməli, bu testimizdə doğru cavabımız olacaq 2, 3. Deməli, uşaqlar, bildiyiniz kimi, əlaqələr mövzusunu mən sizə həmişə dərsdə keçmişəm. Və gördüyünüz kimi, bax, proqramdan çıxarılıb, ay müəllim, bunu niyə keçsiz falan, bu kimi sözlər demək mənasızdır. Hər dəfə, bu il artıq neçə dəfə bu tipli suallarla biz rastlaşmışıq. Çünki konkret olaraq idarə əlaqəsini tapın, uzlaşma əlaqəsini tapın, yanaşmanı tapın, belə sual olmur. Amma ki, o tip sual olmasa da biz xəbərli şəkilçisini görən kimi biz bilməliyik ki, bu nəyin əlamətdir? Uzlaşmanın, mənsubiyyət şəkilçisi də uzlaşma, hal şəkilçisi yazıb idarə. Biz idarə əlaqəsini bilməsək, burada biz bu suala cavab tapa bilərdikmi? Bax, bu suallara cavab tapa bilərdikmi? Xeyr. Deməli, 23-cü sualda doğru cavabımız oldu 2, 3. 24-cü sual. Düzgün yazılmış sözləri müəyyən edin. Eksponat, felyeton. Deməli, bizə nə lazım? Düz yazılmış. Səhv yazılmışları tapdıq ki, 1 səhv yazılıb, 2, 4 səhv yazılıbdır. 3, 5, 6. Deməli, 24-cü testdə doğru cavabımız 3, 5, 6 cavabı olacaq. 26-cı suala baxaq. Hansı sözlər isim və feil kimi işlənsə də anonim deyil? İsim, feil. Qalar sözü isim kimi işlənə bilmir. Qaçır sözü isim kimi işlənə bilmir. Gənclər sözü isim kimi işlənə bilmir. Sürülər sözü biz bilirik ki, işlənə bilir. Əkin sözü işlənə bilir və biçin sözü işlənə bilir. Deməli, bu testdə doğru cavabımız 1, 3, 4 cavab olacaq. Niyə? Çünki deyir, isim və feil kimi işlənsin, amma anonim olmasın. Anonim deyil. Və 1, 3, 4 variantında olan sözlər ki var. Bunlar isim və feil kimi işlənir və anonim olmur. 26-cı suala baxaq. Misralardakı cümlələrə əsasən cədvələ uyğun fikirləri müəyyənləşdirin. Ağıllı övladla ata fəxr edər, çünki mübarəkdir seçilmiş gövhər. Deməli, baş cümlədir. Birə yazılıb baş cümlədir. Bəli, baş cümlədir. Bir cavabı doğrudur. Baş cümləyə mürəkkəb bağlayıcı ilə bağlanmışdır. Burada bağlayıcı çünki sözdür, o da mürəkkəb bağlayıcı deyil. Deməli, 2 də səhvdir. Xəbər isimlə ifadə olunmuşdur. İkincindir bu hissənin. Deməli, isimlə mübarəkdir sözü burada xəbərdir. Bu da isim deyil, sifətdir, mübarək sözü. Deməli, 3 də səhvdir. 4 fərqli hissəsi işlənmişdir. Baxaq görək. Gövhər isim, seçilmiş feili sifət, mübarək, deməli, sifət. Bax, qarışdırmayaq. Seçilmiş feil sifətdir, mübarəkdir sifətdir, gövhər isimdir, çünki bağlayıcıdır. Bu birisində fəxr edər. Feildir, ağıllı sifətdir, övlad isimdir, övladla, deməli bu qoşmadır. Ata sözdə isimdir, biz bunu niyə saymadım? Çünki artıq övlad ismi var. Bizə nə deyir? 4 fərqli diksiyası. Burada ata sözündən övlad sözü eyni diksiyasına görə onu nəzərə almırıq. Deməli, burada 4 oldu, burada 4 oldu. 4 fərqli diksiyası işlənmişdir. Deməli, biz dəqiqə 4 fərqli diksiyası işlənmişdir. Bu doğru fikirdir. Amma bu şeydə yazılmalıydı. Bax, bu hissədə mərkəzdə yazılmalıydı. Ona görə bunu da götürmürük. Təyin sifətlə ifadə olunmuşdur. Təyin, dairəyə o qədər aldım ki, gəl burada təyin edəm. Təyin sifətlə ifadə olunmuşdur. Seçilmiş gövhər hansı? Burada seçilmiş söz təyindir, feili sifətdir. Ağıllı, burada da ağıllı söz təyindir. Deməli, ağıllı ilə seçilmiş söz təyindir. Ağıllı sifətdir, seçilmiş feili sifətdir. Deməli, ona görə 5 də səhvdir. Baş sözlər diksiyələrlə ifadə olunmuşdur. Baş sözlər yuxarıda fəxr edər sözdür. Kim fəxr edər? Ata. Ata ilə fəxr edər sözlərin diksiyəsidir. Aşağıda isə mübarək sözü xəbərdir. Bizə gəl. Mübarək.
Mübəlişdir. Necədir mübaliş? Nə? Gövhər. Gövhər. Nəysə, biraz səliqəsiz yazdıq. Gövhər mübtəda, mübəlişdir xəbər. Bəli, altıda doğru fikir oldu. Deməli, doğru cavabımız 1-6 cavabı olacaq. Keçək 27-ci suala. Həmcins sözlərlə bağlı uyğunluğu müəyyən edin. Həmcins mübtəda, həmcins xəbər, həmcins təyin. Bax, görək. Deməli, burada həmcins nedir? Aparırdı. Düşmüş xəbər. Qoymur xəbər. Həmcins xəbər, deməli. Çünki burada hamısı bir dənə oğlan mübtədasına əlaqəyə giribdir. Və düşmüş, aparırdı, qoymur. Bu sözləri həmcins xəbərlər oldu. Həmcins xəbərlərdə ikidədir. Əfsanələrdə yer, qayat, çay, bulaq, maddi varlıq kim mövcud olur? Nədir mövcud olur? Nə? Yer, nə, qayat, çay, bulaq. Deməli, burada da həmcins mübtədalar var. Həmcins mübtəda isə deməli birdədir. Bir ədəd C-ni tapdıq. Əfsanə nağıllar həm oxşar, həm də fərqli cəhətləri var. Var, nə? Əfsanə nə var? Nə nağılların oxşar, əfsanə ilə nağılların oxşar və fərqli cəhətləri. Nəysə, bunu da bir mübtəda götürək. Günəşin şüaları altında parıldayan və ciləndə böyük olan qara maşın sürətlə gedir. Niyə gedirdi? Necə gedirdi? Sürətlə. Nə? Maşın. Hansı maşın? Qara. Hansı? Digərlərindən böyük olan təyin. Hansı günəş şüaları altında parıldayan? Bu da təyin. Təyin. 3 dənə təyin oldu. Deməli, bu da həmcins təyin olacaq. E variantı. Deməli, burada 1 C, 2 B, 3 E. 27-ci sualda cavabımız 1 C, 2 B, 3 E. Yazanlar pürüsünü qoysunlar. Sıra gələ 28-ci suala. Hökm gələ daktilologiyaya bir neçə baxımdan əhəmiyyətlidir. Əsaslandırın. Əsaslandırmamız nə ola bilər? Deməli, bu insanlar danışma və eşitmə məhdudiyyətli olan uşaqlarla bağlı bir elmdir. Daha doğrusu bu elm deməli eşitmə və səsin batdıracaq. Deməli, bu elm eşitmə və danışma məhdudiyyətli şəxslərlə bağlı olan bir elm sahəsidir və bunun da deməli daktil əlifbası deyə bir əlifba var. Həmin əlifba vasitəsilə deməli neynir? Həmin insanlar bir-birindən ünsiyyət yarada bilir, ünsiyyət qura bilir. Bax, həmin məsələni buraya yazırıq da, nə var ki? Burada əsaslandırırıq. Sonra başqa nə veribdir burada? Buradan yəni mətnindən seçib yazmaq lazımdır. Biri dediyim cümləni yazmaq olar. Bir dəqiq baxın, görün başqa nə. Şəxsdə gündən yüksəkdə bütün anlaşılan ifadə edicilərdən istifadə etmək üçün. Bir də bax bu hissədən, bax bu hissədən cümlə seçib yazmaq olar. Və indi başqa hissədən də yazmaq olar. Çünki indi vaxt gedir deyə tıxıdağından da baxa bilmirəm. Üzrü sayasız. Yəni bu hissədən elə 2 dənə əsaslandırma eləsəniz, birini buradan götürsəniz, birini də bax bu sondan götürsəniz, əsaslandırma eləmək olar. Yəni 2 dənə əsaslandırma bu da bəs elədir. Keçək növbətiyə. Üzərində rəqəm yazılmış sözlər səsinin cədvəli tamamlayın. Birinci söz əvəzdə bilən həqqi mənalı nümunə. Əvəzdə bilən həqqi mənalı nümunə. Bir hardadır bir. Kökü. Deməli burada daktilologiyanın kökü. O məcazi mənada verilibdir. Bizə nə lazımdır? Bizə həqqi mənada olan ağacın kökü məsələsini. Ağacın kökü. Bunu cümlədə işlədirsiniz, olur. Doğru cavab. İkinci mətndəki fərqli üslubu funksiyada işlədilir. İkinci sözün mətndəkinə fərqli üslub. Fərqli üslub. Yəni orada həqiqidirsə məcazi, məcazi isə həqiqi götürməliyik. Deməli, ünsiyyət qurmasını təmin edən versal körpü. Körpü sözü. Burada indi orada həqiqi məcazi mənada işlədir. Burada biz həqiqi mənada işlətməliyik. Məsəl üçün yazırıq. Yeni körpü tikildi. Tikildi. İndi bir də yenə baxmıraq. Birinci sözü əvəzdə bilən həqiqi mənalı nümunə. Biz dəqiqə. Əvəzdə bilən həqiqi mənalı nümunə. Əvəz etməlidir. Yox, biz dəqiqə. Yox, burada kökünü yazmamalıyıq. Biz dəqiqə. Kök yox, tarixi yazmaq olar, əsası yazmaq olar, belə bir şey yazmaq olar. Kök olmaz. Elə bildim ki, eyni sözü fərqli üslubda işlətmək deyir. Yox. Əvəz edə bilən. Tarixi, əsası belə. Tarixi. Daktilologiyanın kökü, daktilologiyanın tarixi. Altına xətt çəkilmiş cümləni mətnin üslubunun səcə və xüsusiyyətlərinə uyğunlaşdırıb yazın. Altına. Bu zaman sözlər sanki getsin, barmaqların rəqsi ilə, barmaqların hərəkəti olar. Hərəkəti.
Hərf yazılır, canlandırılır. Yox, canlandırılır. Bir dəqiqə bu istəyən silim. Canlandırılır sözü yazılıbdır. Deməli. Deməli, burada canlandırılır da çıxardıq. Bunun əvəzinə yazmaq olar ki, yazılır. Sözlər sanki barmaqların hərəkəti ilə yazılır və yaxud da ki, oxunur, görünür. Əvvəlki cümlədən oxuyum, lakin xüsusi adlar və jest qarşılığı olmayan mürəkkəb terminləri işlədilərkən daxtil əlifbasına müraciət olunur. Sözlər sanki barmaqların rəqsdə hərf yazılır, hə, yazılır. Ən yaxşısı yazılır olar. Başqa da sözlərin əvəzinə demək olar, yazılır, yəni sözü məncə kifayət edir. Belə, bugünlük bu qədər. Kanala abunə olmağı və paylaşmağı unutmayın. İnşallah növbət tədrisindən video dərslərimiz, sınav izahlarımız davamlı olacaq və kanala abunə olub bildirişləri açın ki, yeni dərslər paylaşarkən, video izahlarımız olarkən həmin video izahlardan faydalana biləsiniz. Sağ olun, hələlik.